misyar üçün. Xanıma demir neçə müddətdir, vaxtı demir, amma fikrində var ki, bu neyiniz? Demir də. Yəni, belə məsələn, deyəsən, əvvəl qərarlaşasan ki, 1 illik, 2 illik biz əqd oxuyaq, kəbin oxuyaq. Bir var isə, niyyətində budur ya, bunu eləyəsən. Məsələn, 1 gün, 2 gün, 1 saat, 2 saat, sonra buraxasan. Amma demirsən. Onu desən, olacaq siğə. Deməsən, olacaq əqd, kəbin. Kimi aldadırsınız? Bu şiə məsələsinə mənsub olan imamlardan biridir. Bu siğə barədə danışır. Deyir ki, bu siğədə yəni, vaxt bəllidir də, amma deyir, bu təbii ki, bizə yəni, məzhəb olaraq bizə vahabi deyir. Və deyir ki, sizdə də deyir, misyar var, hansı ki, deyir, orada aldatmaqlandır, nikah. Yəni, qadınla nikahlanırsan, amma boşayacağın vaxtı bildirmirsən. Yəni, gizlədirsən. Gizlədirsən qadınla. Ümumiyyətlə, bu misyar nikahı barədə düzdür, siz dəfələrlə danışmışsınız. Yox, ümumiyyətlə, əlhamdülillah, bilirsiniz, o qarışdırıb. Görsən, cahildir, oxuyub tez və ya o oxuduğu məqalə ki var və ya kimsə onu deyib, onu anladıblar. O gizlətmək vaxtı, o başqadır, o misyar deyil. O, talaq niyyəti ilə evlənmək. Boşanmaq niyyəti ilə kişi bir qadınla evlənir. Bu ona aiddir. Misyar tam başqa məsələdir. O sadəcə qarışdırıb görsənir. O, birinci o boşanmaq niyyəti ilə evlənmək, o qəbul olunmur. Misyar başqa şeydir tamamən. Misyar evlənməkdir. Vəli, şahidlər, mehir, hər şey. Yəni, misyar... Siğədə vəli olmur. Yox, siğədə vəli olmur. Siğədə əsas nədir? Qiymət, bir də vaxt. Yəni, qiymət, vaxt da 15 dəqiqədə ola bilər, 5 dəqiqədə ola bilər, nə bilim. İl ola bilər. Yəni, əslində siğə budur. Siğə də haramdır. Siğə haramdır. Özü də, onlar dediyi, o imam dediyi siğələr, onlar yoxdur İslamda. Sadəcə İslamın əvvəlində birinci bütün cürbəcür əlaqələr hamısı haram edilmişdi. Sonra döyüşdə səfərdə halal edildi. Döyüşdə səfərdə halal edildi. Sonra Rasul sallallahu əleyhi və səlləm Mədinəyə qaydanda haram etdi. Özü kifayət qadınlardan. Bəli, əsasən Sonra yenə səfərdə belə bir hadisə oldu. Caiz gördü, sonra qaydanda Mədinəyə dedi ki, ta qiyamətəcən haramdır. Və salam. Cəlbəsi olan bir şey, bu hədis Həzrət Əlidən gəlir, siğədir. Bəli. Lakin bilirsiniz, onlar Əli ibn Əbi Talibdən və ya Əhl-i Beytdən rivayətlər gələndə, Əhl-i Beyt deyəndə, onlar bəziləri Əhl-i Beyti. Onlar biz deyən Əhl-i Beyti qəbul eləmir. Onların öz Əhl-i Beyti var. Gərək rivayətlər də onların yolundan gələr. Hətta onların yolundan gələn rivayətlər də o rivayətlər ki, Əhl-i Sünnənin müvafiqdir, onlar çox vaxt deyirlər təqiyyədir bu. Yəni, Əli radiyallahu anh, Ömər ibn Xəttabın qaynatası məsələn təqiyyə eləyib. Hüseyin təqiyyə eləyib, məsələn, Həsən təqiyyə eləyib. Bu cür ad verib, bu məsələn sünnən keçirlər. O sadəcə qarışdırıb. Talaq niyyətinə, boşanmaq niyyətinə evlənmək caiz deyil, səhih deyil. Bu bir. Amma misyar əməli başlı necə dedik, evlənməkdir. Sadəcə qadın öz xoşu ilə, bəzi haqlarda məsələn, deyir ki, məsələn, maddi cəhətdən, məsələn, yanında qalmaq cəhətindən, bəzi məsələlərdə, məsələn, deyir ki, məsələn, öz xoşu ilə razılaşırsan, bəzi vaxtlarda, məsələn, gəlir, çox nəfəqə, məsələn, pul məsələsində çox lazım deyil, məsələn, mənə sərf eləmək, məsələn, öz xoşuna. Misyar hüquqlarından, məsələn, bəzi hüquqlarından öz xoşu ilə keçməkdir. Bu tamam başqa məsələdir. Bu evlənmək də əməli başdır. O birisi kəbindən heç bir fərqi yoxdur. Yəni, sadəcə ola bilmirlər siğəyə. Bəzi haqlarından imtina edilməsi. Bəli, öz xoşu ilə. Budur misyar. Yəni ki, misyarda kəbin, vəli, şahidlər, mehir, hamısı təyin olunur. Hələ onu deməlisən ki, yəni ki, vəlisi olmasa, necə o bir kəbin olduğu, misyar sayılmır. Amma bu deyilənlər siğədə var şey. Vəlid olması, nə bilim. Yox, siğədə yox. Onda gizlin olur. Onda gizlin olur. Yox, siğə ümumiyyətlə əslən budur, gizlin olur və müvəqqəti olur və deməli nəyinsə müqabilində. Aynıdır. Şeyx Allah sizdən razı olsun. Allah sizə bərəkət versin. Bir dənə də məsələyə toxunaq. Yəni onlarda. İslamda yox, onlarda.